Su. Bu günlər mənim içəcəyim arpadır. İndi gedirəm də işimi gücümü dalayacağım. Təbii ki, 1 litr arpanı da özümlə götürürəm. Yavaş-yavaş bunu içəcəm. Mən yoldan heç nə alıb içmirəm. Heç nə. Özümlə belə məsələn üçün bir gün arpa, bir gün başqa bitkilər, bir gün nəsə, itburnu qaragilə dəmləyirəm, içirəm. Mənim orqanlarıma fayda versin. Giz-giz şeyləri çalışın içməyin. Ziyanlı şeyləri. İnşallah. Baxın, oldu 1 litr arpamız. Böyrəklərimiz bizə təşəkkür eləyəcək. Limon, sarımsaq, zəncəfil qarışımı da neçə nəfər istəmişdi, onlara düzəltmişik ki, bu günləri çatdıracağıq. Kim istəyir, müraciət edirlər, problem yoxdur. Bir şişə də aydınlıq gətirim. Arpa bayaqları mən göstərmişəm, birinci videoda var. 3 stəkan suya arpa tökülür, 3-4 xörək qaşığı qaynadılır. 10 dəqiqə, 20 dəqiqəyə yarım saat qalsın. Sonra mən bunu termosa əlavə eləyirəm. Birbaşa termosda bunu dəmləməyə məsləhət görmürəm. Bu arpa qaynadılmalıdır. Hazırdır artıq.